Deməli, pasiyentimiz haqqında məlumat vermək istəyirəm. Pasiyentimiz 90-cı il təvəllüddür, yəni 35 yaşı var xanımın. Partis analizində ask çıxıb, önəmi bilinməyən atipik yastıqcı elələr və sonra kolposkopiya müayinəsində olub xanım, həmçinin HPV analizi verib. HPV analizinin nəticələrini sizə oxumaq istəyirəm. Deməli, HPV genotip analizində HPV 16, 18, 31, 53, 56, 59 pozitivdir, yəni çox sayı növləri pozitivdir. Kolposkopiya müayinəmizdə ensil və haysil sahələri var və biopsiya almışıq. Biopsiyamız Çin-3 olaraq gəlib və bugün pasiyentimiz üçün konizasiya prosedurunu həyata keçirdik. Uşaqlıq boyunca zədələnmiş sahənin kəsilib götürülməsi proseduru və təkrar həmin götürdüyümüz materialın dəyərləndirməsini aparacağıq. Belə durumlarda, yəni Çin-3 patologiyası varsa, prosedur mütləq şəkildə konizasiyalı prosedurlardan keçir. Xanımda bu proseduru həyata keçirmişik, daha sonra nəzarətdə qalacaq xanım. Nəzarət edəcəyik 3 ay, 6 ay, 1 il, 2 il ərzində, 2 il ərzində heç bir patoloji durum qalmazsa, HPV-lər negativ olarsa, patoloji sahəmiz olmazsa, o zaman xanım normal xanımlar kimi skrining müayinələrini davam etdirəcək. İnşallah ki, bu xanımızda da belə nəticə əldə edərik.